Əla ev gəldi. Gənə gəldi. Nə gəldi, nə gəlmədi. Bax bu ev gəldi. 345 min manata təklif olunur. 4 sot yarımda. Sənəd kopça torpaqda evdə. Mərdəkandayıq hər zaman olduğu kimi. Biraz standartlara uyğun olmayan. Yəni torpağı da böyükdür. Baseynin 8-in 4-dədir. Deməli burada belə bir mətbəx. Mətbəx mebeli də var. Televizoru vardı. Mangalı burada gizlənir. Heç kimə ağlına gəlməyən yerlər. Burada hamamla ayaq yolusu. Cam balkon, stipol, kamera sistemi işıqlandırma. Heytinə rahat 2 dənə maşın girir. Hovuzumuzu çək görsət. Filtrini baseyn. 4'ün 8'e. 4'ün yox, 3 yarımın 8'e. Bax belə kabançıq daşlı üzərliyi. Burası da ağlaydı. Bu evə qəşəng bir gözəlliyi verir. Yəni seçilir. Buradan evimizin arxasına keçid var. Ev əşyalıdır. Mebellər də var. Bir dənə detski otağın mebeli yoxdur. O da uşaqlara uyğun da. Qızı oğlan ona görə də almayıblar. Gəl. 345 min. Kim alsa Allah xeyir versin. Gəl. Ki deməli belə. Burada girən kimi belə paltar yığmaq üçün şifoneri. Qonaq otağı. Televizor burada da evin çölü, arxası. Hamısı görsənir. Bu belə interesli, svetli, salatlı rəngdədir. Tavanı çək görsənir, əsas məsələ. Bir dənə koridorun tavanını çək. Haradasa 3 yarımdır. 3 yarım olar, 3 yarım. Tavanını çək. Nədir o material, deyə bilərsən? Bu üstü də rəng. Boyada yəni. Gəl bir dənə mətbəxə baxaq. Mətbəximiz tam dolu, mikrovolnovası zadı, hər bir şeyi. Vıtışqası, xaladelniki, 2 yaruslu yekələrdəndir. Gəl. Mən buranı çox bəyəndim. 3 dənə də yataq otağımız var. Belə. Bu hamam tualet nə boydadır? 5 metrdir elə. Uzunluğu 5 metrdir. Duş kabin üçün yer. Aksesuarlar hamısı var. Burada da şkafı, şifoneri, paltar yığmaq üçün. Ən balaca otağı budur. Buranın mebeli yoxdur. Bu da ki uşağa uyğundur. Yəni oğlandır, qızdır, ona görə mebeli almayıblar. Belə. Limon rəngdədir. Valideyn yataq otağı, salatı, yaşıl. Çarpayı da bax buna uyğundur. Yataq otağının içində sanduçu var. Qapılar ser rəngdədir. Və 3-cü yataq otağına baxaq, nəzərdən keçirdək. Bu da belə. Rəng, uyğunluq, hamısı divar içi, bax. Şifonierlər divar içidir. Dərindir. 2 yaruslu. Belə. Burada mavidir, divarları mavi. Sanuzel. Deməli 3 dənə sanuzel var. İkisi otaqların içində, biri də ümumidir. Kim alsa Allah xeyir versin. Bu günə bu qədər. Sağ olun, minnətdarım.